Deməli, izləyicimiz Salam Mirvizov sağ olsun. Yazır ki, Mayka ilə yayda maşın sürəndə məni polis saxlayıb cərmələdi, ixtiyarı varmı deyir. Bax, bu cərmə elə bir cərmədir ki, yayda baş verir, amma yadında qalıb onun. Olmaz, Mayka ilə olmaz da. Olmaz. Bir mənalı olmaz. Mayka nədir, qardaş? Olmaz. Şəpitlə olmaz, Mayka ilə olmaz, sportivni ilə ümumiyyətlə olmaz. Şortiklə də olmaz. Şortiklə də olmaz. Əsas bu məsələ şortik. Şortik məsələsidir. Təbii ki, bunlar hamısı, yəni biz bu verilişdə deyirik, sonra kimsə bunu ciddiyə alacaq. Deyəcək ki, burada bir ekspert var. Yox, ya da bir inspektor var. Deyir ki, şortik taxmaq olmaz, şortiklə maşın sürmək olmaz. Elə bir söhbət yoxdur. Sadəcə bu bilirsiniz nə, mentalitet deyilən bir şey var da. Yəni bir növ yol polisi saxlayıb deyə bilər ki, ayıbdır, cəmaatın anası bacısı var. Hə, eləmə də bunu. Hə, ona görə. Amma qanunda heç bir cərimə var yəni ona görə. Yox, nə cərimə olacaq?